Assalamualaikum dostlar. Қазақстан Республикасындағы Azerbaycan Республикасының Нұр-Сұлтан қаласындағы елшілігіне келдім. Елші мырзамен бір сұхбаттасып, түркі баласы ретінде бауырлас мемлекетімізге қандай бір моральдік көмек бере аламыз деп бір сұхбаттасатын шығармыз. Қазір елшілікте мені күтіп отыр. Осы егер уақыттарыңыз болса, елшіліктің алдына келіп, осы болып жатқан оқиғаларға байланысты бұл армяндардың қандастарымызды Қожалыда, Қарабақта қырғанына байланысты осындай көрме бар. Гүл шоқтары қойылыпты. Соларды бір көріп кетуге сіздерге кеңес беремін. Ассалаумағалейкум, қазақ елі. Бүгін жаңа ғана айтып өткендей, Azerbaycan Республикасының Нұр-Сұлтан қаласындағы елшілігінде өкілетті елші мырзаны жағдайын біліп қонағы болып отырмыз. Сіздерге айтатын бір ауыз рахметі бар, бір ауыз сөзі бар екен. Рұқсат етсеңіздер, сөзді оған қалдырайын, мен аударып отырам. Сіз бір сәлем беріңіз. Hər birinizi salamlayıram, tamaşaçıların və Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz torpaqlarının azad edilməsi yolunda mücadeləsində göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm bütün Qazaxstan xalqına. Bәріңізге өз сәлемімді беремін, және де Azerbaycan Республикасының Қарабақ жерінің азат етілу жолында қолдау көрсеткендеріңіз үшін баршаларыңызда өз ризашылығымды білдіремін. Осындай жағдайда, енді соғыс жағдайында енді бәріміз бауырлас болғаннан кейін бірімізге моральдік қолдау көрсетіп жатырмыз. Сіз осы кезеңде қазақ халқынан қандай қолдау көрдіңіз? 27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının qoşunları növbəti dəfə işğal olunmuş ərazilərdən Azərbaycanın kəndlərini və mülki şəxslərin yaşadığı ərazilərini artilleriyadan və ağır silahlardan ateşə tutaraq insanları öldürməyə başladılar. 27 қыркүйектен бастап Azerbaycan жерін Armeniyanın қарулы күштері ауыр қарулармен шабуылдап, бейкүнә адамдарды өлтіре бастады. Azərbaycan ordusu bu Ermənistan hücumuna cavab olaraq əks hücuma keçərək ateş nöqtələrini vurmaqla əks hücuma keçdi və Azərbaycan torpaqlarının azad olması prosesi başlanıldı. Azerbaycan əskeri bolsa, qarşı şabulğa ötüb, özünün əskərinin qahramanlığымен осы şabulları toxtata başladı. Bu 30 ildə yaxın müddətdə işğal altında olan Azərbaycan Respublikasının dünya tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində işğal altında olan 7 rayonun və Dağlıq Qarabağın azad olunması prosesinin başlanılması idi və ən böyük tarixi hadisədir Azərbaycan xalqının tarixində. Осы 30 жылдан бері жаудың қолында болып отырған Azerbaycan жерінің жаудың қолынан azad етілу prosesinin басталғаны еді. Dövlətimiz xalqımızın iradəsinə uyğun olaraq və Təhlükəsizlik Şurasının, Birləşmiş Millətlər Təşkilatının Təşkilatçı Şurasının 4 qətnaməsinin icrasına yönəldilmiş antiterror əməliyyatına başlamışdır. Memleketimiz bolsa, öz xalqımızın қалауы бойынша, және де Біріккен Ұлттар ұйымының 4 қаулысы бойынша өзінің азаттық соғысын бастады деп айтуға болады. 4 qətnamə Azərbaycan ərazisindən işğalçı Ermənistan ordusunun dərhal çıxardılması və qeyd-şərtsiz çıxardılmasını tələb edir, qaçqın və köçkünlərin öz evlərinə qaytarılmasını tələb edir. Осы 4 қаулы Қарабақ жерінің азат етілуін талап етеді, және де сол жерден қашып ішкі Азербайжанда көшкін болып жүрген азаматтардың өз туған жерлеріне қайтарылуын талап етеді. Əfsuslar olsun ki, 93-cü ildə qəbul olmuş bu mühüm BMT sənədinin icrası istiqamətində dünya ölkələri tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən real bir addım atılmamış və bugünə kimi icra edilməmişdir.
Өкінішке орай 93 жылы қол қойылған осы қаулылардан кейін ешқандай шынайы қадам басылған жоқ, және осы қаулының талаптары орындалған емес. Ve 30 ile yakındır ki 1 milyon insan Azerbaycan vatandaşı, etnik Azerbaycanlılar qaçqın ve köçkün statusunda yaşamak mecburiyetinde kalmıştılar. Және де 30 жылдан бері 1 миллионға жуық Azerbaycan ұлтының өкілдері ташқын, көшкін статусында өмір сүруге мәжбүр болды. Yadınızdadırsa da BMT Təhlükəsizlik Şurasının Irak'ın Kuveytə hücumunla bağlı çıxarılmış qətnaməsi bir gün ərzində icra olundu. Өздеріңіз естеріңізде болса, Иракқа байланысты қаулыны bir күннің ішінде орындаған болатын. Ve dünyada yaradılmış Amerika Birleşmiş Ştatları önde olmakla koalisiyanın iştirakı ile Irak dövləti sülhə məcbur olundu. AQSh бастаған koalisiyanın күшімен сол Irak hükümeti beybit келісімге келуге мәжбүр болды. Ancaq bugünə kimi Ermənistanı sülhə məcbur edən olmamışdır. İndi Azərbaycan dövləti öz ordusu ilə Ermənistan dövlətini beynəlxalq təşkilatlar tərəfindən qəbul olmuş sənədləri, həmçində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etməsinə məcbur etməkdədir. Өкінішке орай, бүгінге дейін Azerbaycan'a қатысты қаулыны орындауға, Armeniyаны мәжбүр етуге ешқандай bir qadam basılған жоқ. Сол үшін де Azerbaycan hükümeti мен armiyası öz қалауын өзі orundab жатыр. Ermənistan üçün bu işğalçı müharibədir. Zəbt edilməsinə yönəldilmiş, başqa ölkənin ərazisini zəbt etməyə istiqamətlənmiş bir müharibədir. Осы соғыс Armeniya жағынан alğanda okupasiyalıq soğuz. Azərbaycan üçün isə bu torpaqların azad edilməsinə istiqamətlənmiş bir müharibədir. Çünki müharibə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq hüquqla tanınılan torpaqları çərçivəsində və öz ərazisində gedir. Azerbaycan üçün bolsa, осы soğuz öz yerin, öz toprağın azad etуге arnalған soğuz. Өйткені халықаралық келісім шарттың барлық ережелері, талаптары осыны талап етіп жатыр. Azərbaycanda 40-dan artıq xalqlar yaşamaqdadır. Onlar hamısı sülh və əmin-amanlıq çərçivəsində yaşayır. Azerbaycanda 40-dan artıq ұлттар өмір сүріп жатыр, және олар өмірлерін beybit türde keşif жатыр. Bütün demək olar ki, bir çox dinlərin nümayəndələri Azərbaycanda yaşayır. O xristianlar da, Yahudilər də, müsəlmanlar da və digər dini konfessiyalara aid itaət edən xalqların nümayəndələri sülh içərisində yaşamaqdadır. Көптеген din өкілдері де, христиандар да, еврейлер де, мұсылмандар да Azerbaycan жерінде өз құқықтарымен бейбіт түрде өмір сүріп жатыр. Құрметті өкілетті елші мырза, өздеріңізді білетіндей қазақ халқы осы соғыс басталғалы бері Azerbaycanлық бауырларын толық қолдап келе жатыр. Мен сол қазақ халқына тағы бір рет тәнті болып отырмын, рахметімді білдіремін, менің ұлы халқым. Сіз осы біздің бауырлас қазақ халқының қолдауы туралы өз пікіріңізді, өз ойыңызды айтып берсеңіз. Hadisələr başladığı gündən etibarən, yəni 27 sentyabr 2020-ci ildən etibarən Qazaxıstan xalqı bütün sosial şəbəkələr vasitəsilə, yazdıqları məqalələr vasitəsilə, çıxış edən aydınların, ekspertlərin, politoloqların, həmçinin Qazaxıstan dövlətinin mövqeyi ilə Azərbaycan xalqının haqqlı mənafeyini qorumaqdadılar. Оқиғалар басталған күннен бастап, 27 қыркүйектен бастап, қазақ халқы, оның ішінде қазақтың зиялылары, оқымысты адамдары бәрі социалдық орталарда, әлеуметтік желілерде Azerbaycanға толық қолдау көрсетті. Qazax qardaşlarımız haqqın tərəfindədirlər. Onlar ədalətin tərəfindədirlər. Onlar beynəlxalq hüququn tərəfindədirlər. Қазақ бауырларымыз хақтың, әділеттіліктің және халықаралық келісімдердің жағында. Onlar ölkələrin ərazi bütövlüyünün qorunmasının tərəfindədirlər.
çox xalqlı millətlər yaşayan dövlətlərin öz ərazilərinin qoruyub saxlanması, ərazisinin üzərində suverenliyin qoruyub saxlanmasının tərəfdarındadırlar. Onlar, yəni Qazaq xalqı memleketlerдің territoriялық тұтастығын қорғауды жақтап жатыр. Көп ұлтты мемлекеттерде сол құрашы ұлттың territoriялық тұтастығын жақтап жатыр Qazaq xalqı. Qazaq xalqı anlayır ki, erməni xalqı öz müqəddəratını həll edib və 91-ci ildə öz müstəqil dövlətlərini yaradıblar. Adı da Ermənistan Respublikasıdır. Onun müəyyən olmuş ərazisi var və beynəlxalq tanınmış sərhədləri mövcuddur. Qazaq xalqı mınаны жақсы біледі. Armeniya деген memleketin territoriyası сол өзі құрылған күннен белгіленген және ол тағдырын сол кезден анықтап болған. Hər hansı bir xalqa özünün ikinci, üçüncü və ya dördüncü dövlətinin yaradılması hüququnu dəstəkləmək, o çoxsaylı xalqlı ölkələrin təhlükəsizliyinə böyük bir təhdiddir. Kez келген bir memleketin içinde ömür sürüp жатқан халықтардың санына қарап, қайтадан territoriyasını belgilеуге кірісу, ол сол memleket üçün öte үлкен қауіп болып табылады. Və düşünürəm ki, bu məsələdə Qazaxstan xalqı ilə Qazaxstan prezidentinin düşüncələri və fikirləri vəhdət təşkil edir. Менің ойымша, осы мәселе бойынша Қазақ халқы мен Қазақстан президентінің ойы bir жерден шығып жатыр. O baxımdan ki, 8 oktyabr 2020-ci ildə çıxış edərək Qazaxstan prezidenti analoji konfliktlərdə ölkələrin ərazi bütövlüyü prinsipinin daha üstün qüvvəyə malik olduğu və onların tətbiq olunduğunun vacibliyini qeyd elədi. Сол үшін де 8 oktyabr күні memleket başçısı аналогиялық тұрғыдан қарағанда мемлекеттердің белгіленген territoriялық тұтастығын сақтау керектігі туралы айтып берген. Və bildirdi ki, xalqların öz müqəddəratını həll etmək, təyin etmək səlahiyyətləri, hüquqları koloniyaların, böyük imperiyaların dağıldığı dövrdə aktual idi və onlar öz işlərini gördülər və bitdi bu proses. Сол үшін де сол елде өмір сүретін адамдардың өз тағдырын белгілеу мәселесі, соны анықтау мәселесі колониялық кезеңдерде қалды. Сол жерде бітті ол дәуір. Dünən Qazaxstanın Azərbaycan Respublikasındakı böyük elçisi bəyanatla çıxış edərək Ermənistan hərbi siyasi rəhbərliyinin Azərbaycanın şəhərlərinə raket atəşlərini tutması nəticəsində mülki şəxslərin və uşaqların ölümlə nəticələnən hadisələrin yol verilməz olduğunu, onun beynəlxalq hüquqa ziddiyyət təşkil edib hərbi cinayət olduğunu bildirmişdir. Keşi Қазақстан Республикасының Azərbaycanдағы елшісі осы Генжеге жасалған шабуылдың адамгершілікке де, халықаралық нормаларға, келісімшарттарға да сай келмейтінін мәлімдеп берді. Bu günlərdə ayın 17-si, 18-i oktyabr 2020-ci il tarixdə Qazaxstanın paytaxtı Nur-Sultan şəhərində ən böyük binanın üzərində Azərbaycan bayrağının asılması, Qazaxstanın təşəbbüsü ilə asılması, Azərbaycan xalqının həm müstəqilliyinin bərpa edilməsi ilə bağlı bayramının təbrik edilməsi, həm də haqq yolunda dəstəyi kimi qəbul edirik. Өткен күні Azərbaycan Respublikasының мемлекет туының Нұр-Сұлтан қаласында ең биік ғимараттардың бірінде желбірегені, сол Қазақстан мемлекетінің bizge деген қолдауы деп мен қабылдаймын. Bizim Qazax qardaşlarımız, bizim Qazax bacılarımız bu günləri sosial şəbəkələrdə, həm Azərbaycan segmentində, həm Rusiya segmentində, həm Qazaxstan segmentində Azərbaycan qardaşlarıyla çiyin-çiyinə Azərbaycanı işğal etmiş ölkənin nümayəndələrinə qarşı bizim haqq yolumuzda öz dəstəklərini göstərirlər, dayanmadan yazırlar, dayanmadan öz Azərbaycan xalqının yanında olduğunu vurğulayırlar. Bizim Қазақ бауырларымыз, қарындастарымыз еш тоқтамастан Azərbaycanlıq бауырларын қолдап, әділеттілік жолын таңдап, еш дамыл таппай bizi қолдап келе жатыр. Bu qiymətsiz bir dəstəkdir. Bu əvəz olunmaz bir dəstəkdir. Azərbaycanın hərbi dəstəyə ehtiyacı yoxdur. Azərbaycanın
mənəvi dəstəyə ehtiyacı ola bilər və siyasi dəstək ola bilər. Və Qazaxstan xalqı da, Qazaxstan dövləti də onu verməkdədir. Осы теңдесі жоқ қолдау. Azərbaycan Республикасының ешқандай әскери немесе бір қаржылық қолдауға қажеттілігі жоқ. Azərbaycanға тек қана моральдық көмек қана керек және қазақ халқы сол көмекті беріп жатыр. Bunu imkandan da istifadə edib bütün Qazax qardaşlarımıza, Qazax bacılarımıza, bizim qan qardaşlarımıza öz təşəkkürümü bildirmək istəyirəm. Burada yaşayan Azərbaycanlıların adından, Azərbaycanda yaşayan Azərbaycanlıların adından öz minnətdarlığımı bildirmək istəyirəm. Müharibə bitəcək və bu edilən yaxşılıqlar bizim münasibətlərimizin möhkəmlənməsinə mütləq öz töhfəsini verəcəkdir. Мен осы жерден бізді қолдаған қазақ бауырларыма шын жүректен рахметімді айтамын. Және осы соғыс бітеді, және біз осы соғыстың жеңісін бірге toylayımız және де осы күндерді ешқашан да ұмытпаймыз. Və əminəm ki, Qazax xalqı öz dəstəyi ilə Azərbaycan-Qazax münasibətlərində yeni bir tarixi səhifə yazır. Менің ешқандай күмәнім жоқ. Қазақ бауырларымыз осы екі елдің тарихи байланыстарында жаңа парақ ашып жатыр. Көп рахмет сізге. Sağ olun. Бар болыңыз, көп жасаңыз. Мемлекеттеріміз бір болсын. Біз Елші мырза, менде өз тілегімді айтатын болсам, мен жалғыз ғана бір тілегім бар, бірлік болсын. Amin. Жақсы күнде, жаман күнде, қиын күнде, сүйіншіде, тойда, жаназада, бәрінде біз бірге болайықшы. Әлемде бауырластыққа не жетсін ағайын. Көп жасаңыз. Sağ olun. Қолдаймыз. Sağ olun. Бүкіл түркі дүниесі сіздерді қолдайды. Çok sağ olun. Құрметті Teşekkür ederim. елшіміз. Sağ olun. Sağ olun. Сау болыңыздар. Тұран елі бір болсын, Қазақстан мәңгі жасасын.